Salam dostlar, hər birinizi Excel'in 9-cu dərsində xoş gördük. Bugün dünənki düsturlarımıza oxşar bir düsturla dərsimizə davam edəcəyik. Dərsimizdə SAM düsturlarına nəzər salacağıq bugün. SAM düsturlarda count düsturu kimi bir neçəsi mövcuddur, ancaq bir neçəsi yox, countdan biraz çox mövcuddur SAMda. Ancaq bizə lazım olanları istifadə edəcəyik. SAM, SAMIF və SAMIFS-də düsturlarımıza baxacağıq. Count nə işə yarayır, ona nəzər salaq. Count düsturları, yəni düstur yox, bizim verdiyimiz aralıqda olan rəqəmləri saymaq üçün istifadə olunurdu. SAM isə həmin rəqəmləri toplamaq üçün istifadə olunacaq. Deməli, birinci yerdəki SAM-a baxaq. Bərabərdir qoyduq. SAM mötərizə açdıq və aralıq daxil elədik. Aralıq daxil edib, aşağıda bir dənəsi böyük oldu, heç olmaz. Və enter dediyimizdə bu daxil etdiyimiz aralıqdakı rəqəmləri topladı və bizə göstərdi. SAMIF nə işə yarayır? SAMIF ilə bağlı iki düstur deyəcəm sizə. Həmin düsturlara nəzər salacaq. Bərabərdir dedik. Bərabərdir SAMIF və mötərizəmizi açdıq. SAMIF-də mötərizəmizi açırıq və bu hissəni daxil etdik. Vergül qoyduq. Dırnaq içərisində məsələn deyirik ki, burada bizə 12-dən kiçik olan rəqəmləri bizə göstər. Kiçikdir, bu, kiçikdir 12. Dırnağı bağlayırıq, mötərizəmizlə bağlayırıq, enter deyirik və 4. Yəni 1, 2 və bu 1-i topladı və bizə göstərdi. Yəni, çünki 12-dən kiçik olan rəqəmlər ancaq olardır və onları bizə göstərir. Növbəti düsturu SAMIF-in SAMIF deyirik. SAMIF deyirik, mötərizəmizi açdıq və bura, məsələn, bizim bir şirkətimiz var. Həmin şirkətdə biz istəyirik ki, şirkətdə işləyən insanlar bir ay şirkətdə işlədikdən sonra biz bunlara maaş verək. Və bu qabaqda gördüyünüz plus minus işarələr nə üçündür? Şirkətdə bir ay işlədikdən sonra həmin adamların qarşısına plus qoyulur. Yəni, biz bunlara maaş verməliyik. Bunu bilmək üçün plusdan istifadə olunacaq. Yəni, hər bir işçi bir ay bitdikdən sonra həmin ona plus qoyulsun. Və biz bunun üçün bu hissəni bura daxil etdik. Vergül qoyduq, dırnağı açdıq, bərabərdir plus dedik. Yəni, müsbət olanları seç dedik buradan. Nə edəcək Excel bizə? İndi onu mən sizə deyəcəm. Vergül qoyduq və bu hissəni götür dedik. Mötərizəni bağlayıb enter dediyimizdə bizə 405 rəqəmini götürdü, verdi. Deməli, Excel nə elədi? Baxın, belə eləyək, gözünsün. Deməli, nə elədik biz? SAMIF düsturuna əsasən yazdıq. Biz istədik ki, bizim şirkətimizdə maaş alan insanların bizə bu ay veriləcəyi maaşlarını bizə toplayıb göstərsin. Yəni, maaş alan insanları bilmək üçün nə etməliyik? Birinci hissədə olan plusları götürməliyik. Çünki pluslar artıq bizdə bir ayını tamamlamış işçilərdir və bir ayını tamamlamış işçilərə biz pul verməyə başlayırıq. Bunun üçün plusları seçməliyik. Buna görə də bu hissəni rengini seçdim və bura kriteriya daxil etdim ki, bərabərdir plus olsun. Yəni, plus olanları seçsin bizim üçün. Plus olanları seçdi burada. Plus olanları seçir və onu yaddaşda tutur. Sonra isə deyirik ki, buradakı plus olanları, burada hansının ki qabağında plus var, həmin rəqəmlərə uyğun B sütununda olan rəqəmləri, yəni həmin pluslara uyğun B sütununda olan rəqəmləri bizim üçün topla. Hansının ki qarşısında plus var, həmin rəqəmləri bizim üçün toplayır və 405-i bizim üçün Excel burada göstərir. Növbəti isə SAMIFS düsturudur. SAMIFS düsturu nə işə yarayır, ona baxaq. Bərabərdir SAMIFS. SAMIFS düsturu mötərizəmizə açaq.
Sum if düsturuna mötərizəmizi açdıq və yazırıq. Yenə bura 2 dənə kriteriya daxil edəcəyik. Birinci hissə bura virgül qoyduq. Bu hissəni daxil elədik. Səhv daxil elədim hissəni. Birinci hissə bura virgül qoyduq. İkinci hissəmizi daxil elədik və virgül qoyduq. Birinci kriteriyanı daxil edirik. Dırnaq işarəsində içəridə yazırıq ki, bayaq yazdığımız kimi yazaq ki, bizə müsbətlər götürsün. Dırnaq içərisində bərabərdir, müsbət dedik və dırnağı bağladıq. Dırnağı bağladıq və növbəti virgül qoyduq və növbəti hissəni seçdik və istəyirəm ki, həmin bu hissədə neynəsin? Bizə 20-dən böyük olan, 20-dən kiçik olanlar götürsün. 20-dən böyük olanlar olsun. Dırnağı açdıq. Böyükdür 20. Dırnağı bağladıq. Mötərizəni bağladıq və enter dedik. 0. 0 yəni nə deməkdir? Birinci baxırıq. Məsələn, 2 dənə hissəni bura tanıtdıq və burada plus olanları bizim üçün götür dedik. Və burada plus olanları bizim üçün götür dedik. Burada plus olanları bizim üçün götürdüm. Aha, tamam. Plus olanları götürdü və bu hissədəkilərin içərisində hansı 20-dən böyükdürsə və qabağında plus varsa, həmin onların hamısını hesabladı və bizə göstərdi ki, bu hissədə 0 var. Yəni dostlar, sum if belə işləyir. Sum if necə işlədiyini bildik, sum'ın necə işlədiyini bildik. Bugünkü dərsimiz sum düsturlarına baxdıq. Count düsturlarını yadımıza saldıq. Belə, gələn dərsimizdə inşallah yenə Excel dərslərə davam edəcəyik. Dərslərdən xəbərdar olmaq üçün burada gördüyünüz hissədən abunə ola bilərsiniz və sizin üçün seçdiyim videoya buradan baxa bilərsiniz. Əgər gələn videodan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və mümkünsə paylaşmağı unutmayın. Hər hansı bir sual yaranarsa, hər hansı bir sualınız olarsa, kanalımda gördüyünüz hissədən və yaxud da aşağıda açıqlama hissəsində var. Oradan Facebookda yaza və yaxud da videonun altında yorumlarda göstərə bilərsiniz. Gələn dərsimizdə görüşərik. Sağ olun.